Salam, İnqibata TV səhifəsinin izləyiciləri. Videoda gördüyümüz MH1210 termoregulator temperatur nəzarətçisidir. Demək, 220 voltla işləyəni də var, 12 voltla işləyəni də var. Hal-hazırda 220 volt işləyən qoşulub. Demək, 220 ilə işləyir. Sensorda NTC zonddur. Demək, avadanlığın özü həm istilik, həm də soğutma rejimində işləyir. Burada menyuda giririk. N yazılanda, H yazılanda istilikdir, C yazılanda soğutma rejimidir. İndi məndən bir müştəri beni soruşdu. Demək ki, fermasında istilik qalxır, istifan qoysun. Mən telefonda başa saldım, gördüm tam başa düşmədi deyənə. Özü də xahiş edir ki, bir video çəkim. Həm bilməyənlər baxsın, həm də ki, qardaş özü baxsın. Deməli, bu termoregulatoru qoşduq. Bizim otaq temperaturumuz hal-hazırda 20,4 dərəcədir. Demək, ondan qabaq deyim sizə, demək, termoregulator işləyir 220 voltla, bu videoda gördüyümüz. Bir də 10 amper çıxış relesidir. 10 amperimizdə kilovata çevirəndə, demək, 220 voltu vururuq 10 amperə, 2200 watt. 1000 wattımız da 1 kilovat. Deməli, maksimal gücü 2,12 kilovatdır. Yəni bunun götürdüyü yük maksimal 2,12 kilovatdır. Təbii ki, biz maksimal güc deyəndə qısa müddətli işləməsini nəzərdə tuturuq. Yəni bunu stabil işlətmək üçün 1,5 kilovat daha məsləhətdir. Yox, əgər böyük yük qoşarsınızsa, mütləq şəkildə kontaktordan istifadə edin. Kontaktor maqnopusqatorda köhnədən maqnopusqator edirdik. Deməli, bizim otaq temperaturumuz 20,4 dərəcədir. Biz istəyirik ki, bunu qoymuşuq 21 dərəcə. Deməli, 21 dərəcəyə çatan kimi bizim dövriyyə fanımız başlayacaq işləməyə. Tutaq ki, bunu inkubator qoymuşuq və yaxud da qoymuşuq fermaya. Yəni istəyirik ki, 21 dərəcəni keçən kimi fan işə düşsün, içərini soğutsun. Demək, 20,4-dür. Əlimizə qoyuruq. İstilik qalxacaq. Avtomatik fan düşdü. İndi gəlib. Demək ki, 21 çatan kimi gördünüz deyəndə. Deməli, 21 dərəcədən yuxarı qoymayacaq ki, sizdə bruderdə olsun, inkubatorda olsun. 21 deyəndə ki, yəni mən qoydum 21-də, siz neçə siz qoya bilirsiniz. Nə bilim, istixana olsun, kombi olsun, fərq etməsə, istədiyiniz avadanlığı qoşursunuzsa, neçəyə qoymuşsunuzsa, ondan yuxarı qalxmağa qoymayacaq. Bunu da istifadə etmək üçün belə bir rejimləri dəyişmək üçün basıb saxlayırsınız S düyməsini. H bir də C yazıldı. Düzdür. İçəriz ekran baxıram. Bu C soğutmadır. H istilikdir. Mesela istilik qoyanda əlinizi çəkdiniz, gözləyirsiniz. Hatta 10 saniye çəkir. Bu istilik rejimdir. Bu yuxarıdakı işıq yananda orada 2 dənə işıq var. Bu istiliyi göstərir. Bu soğutma rejimində işləyir. Şimdi biz bunu 21'e qoymuşuq da, düzdür. Baxın, 21'e qoymuşuq. Deməli 21'e çatana kimi bu fan işləyəcək. İndi biz bunu qızdırırıq. Şimdi çatsın 21'e bir dərs sönsün. İndi 20,2'dir. İndi biz bunu əlimizlə biraz qızışdıraq. 21 çatan kimi söndü. Deməli istilik rejimi, həm də soğutma rejimi. Bu qədər. Kim bilmirdisə bəyənsin, bir təşəkkür yazsın. Bilənlər də ki, baxıb geçsin.